2025-ci ildə Almaniyanın Lübeck şəhərində beynəlxalq miqyaslı bir tədbir baş tutdu. IDT Lübeck 2025, yəni Beynəlxalq Alman dili müəllimləri toplantısı. 4 ildən bir keçirilən bu mötəbər konfrans Alman dili müəllimlərini, təlimçiləri, təşkilat nümayəndələrini və nəşriyyat işçilərini bir araya gətirdi. Tədbirin məqsədi Alman dili tədrisinin inkişafı, tədris metodlarının paylaşılması, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi idi. Konfrans çərçivəsində təqdimatlar, seminarlar və emalatxanalar keçirildi. İştirakçılar üçün peşəkar və şəxsi inkişaf imkanları yaradıldı. Bu nüfuzlu tədbirdə Arı Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Enarə Əliyeva da iştirak edib. O, bu beynəlxalq toplantıya artıq ikinci dəfə qatılıb. İlk dəfə 2021-ci ildə Avstriyanın Viyana şəhərində keçirilən IDT konfransında iştirak etmişdi. 2025-ci il üçün isə o, tədbirə qatılmaq hüququ qazanaraq Lübeckdə baş tutan konfransda yer alıb.